Daşınmaz əmlakın dövlət reestri xidmətinin keçmiş rəisi Arif Qarашov nə zamandır gözə dəyməsə də bir ara sabiq MTN şefi Eldar Mahmudovla bağlı prezident etdiyi şikayəti ilə diqqətə gəlmişdi. Keçən il isə Qarашovun ağır xəstəlik keçirdiyi məlum oldu. İndi isə bununla bağlı deputat Etibar Əliyev maraqlı məlumat paylaşıb. Sabiq deputat özünün sosial şəbəkə hesabında qeyd edib ki, Facebookda oxudum ki, 21-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Bu pul yığmaq mərkəzi Daşınmaz əmlakın dövlət reestri xidmətinin sabiq rəisi Arif Qaraşova məxsusdur. Bizdə belədir. Yüksək vəzifə tutan məmurların bir qismi çox hiyləgər və zirək olurlar. Orta özəl təhsilin necə böyük gəlirlər gətirdiyini anlayıb, dövlətdən qamarladıqları pulların hesabına liseylər və mərkəzlər yaradırlar. Məsələn, təhsilin əlifbasını belə bilməyən yoldaş Qaraşov kimi. İllik təhsil haqqı 15 min manat olan özəl məktəblər Azərbaycan cəmiyyəti üçün heç bir fayda gətirmir. Bunun üçün sadə bir təhlil aparmaq kifayətdir. 34 illik təhsil sahəsində fəaliyyətimə rəğmən bir sinif otağı belə aça bilmərəm. İndi siz Qaraşovun nüfuzuna diqqət edin. Tədbirdə YAP Mərkəzi aparatının rəhbəri Tahir Budaqov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova və başqa tanınmış isimlər iştirak ediblər deyə Etibar Əliyev qeyd edib.